Salamlayıram sizi, əziz bacılarım, əziz qardaşlarım. Xoş gördük hər birinizi. Rəbb hər birinizi bərəkətləsin. Rəbb hər birinizə bol xeyir-dua versin. İnsanlar istəyirlər ki, həmişə özlərini inkişaf elətdirsinlər. Və bunun üçün insanlar müxtəlif kurslara gedirlər, bəzən dil öyrənirlər və yaxud da müxtəlif vasitələrdən istifadə edirlər ki, öz bilik və bacarıqlarını artırsınlar. Burada aramızda da var. Məsələn, Ləman qızımız skripkaya gedir. Mənim qızım Ayan rəsmə gedir. Nərmin fleytaya gedir. Yəni və bir çoxlarımız bir çox kurslara, bir çox yerlərdən nələrisə öyrənməyə çalışırıq ki, öz bilik və bacarıqlarımızı daha da artıraq və bir çoxlarımız oxuyuruq və hətta bizdə qardaşımız var, o Qətərdə oxuyub gəlib, Moldovada oxuyan qardaşlarımız var. Bütün bunlar nəyə görədir? Bütün bunlar ona görədir ki, insanlar istəyirlər ki, biz insanlar istəyirik ki, savadlı olaq, təhsil alaq. Bunun üçün bəzən biz universitetləri qutarırıq, universitetləri oxuyuruq, institutları oxuyuruq. Hətta insanlar var ki, illərlə gedib hansısa şəhərdə yaşayırlar, harasa köçürlər və orada təhsil alırlar və sonra dönüb qayıdıb gəlirlər. Və hətta bizim ölkəmizdə biz xaricdə təhsil alan, xaricdə təcrübə yığan insanlara daha üstünlük veririk. Çünki orada təcrübə daha çoxdur. Orada o təcrübə daha çox inkişaf edibdir. Və niyə biz bunları edirik, əziz bacılarım, qardaşlarım? Niyə biz istəyirik ki, öyrənək, oxuyaq? Niyə biz bu əziyyəti çəkirik? Ona görə ki, uğurlu olaq. Ona görə ki, savadlı olaq. Ona görə ki, daha yaxşı qazanc əldə edək. Daha ağıllı olaq. Daha bacarıqlı, qabiliyyətli olaq. Düzdür, yoxsa yox? Düzdür, bəli. Və hamımız istəyirik ki, nəinki biz, hətta uşaqlarımız da belə bu ağıla, bu qabiliyyətə, bu bacarığa, bu savada, bu biliyə yiyələnsinlər. Və hətta bir çox insanlar tanıyıram ki, onlar artıq həddi buluğa çatıblar və işləmək istəyirlər. Və onlar bilmirlər ki, nə işləsinlər. Və mən bəzən o insanlardan soruşuram ki, sən hansı bir peşənin sahibisən, nəyi bacarırsan? Hansı qabiliyyətin, hansı bacarığın imkanın var? Deyir, bilmirəm ki. Orta məktəbi qutarmışam, hərbi xidmətə gedib gəlmişəm və salam. Deyirəm, sənin valideynlərin, sənin böyüklərin sənə bir qabiliyyət, bir bacarıq, bir şey öyrətməyiblər. Bilmirəm ki, mən nə iş olsa işləyərəm. Yəni, bəzən insanlar doğrudan da baxırsan ki, heç bir qabiliyyətə, bacarığa, heç bir savada, biliyə yiyələnməyiblər. Və bir dəfə yanındadır bir insan yaxşı bir söz dedi. Deyir ki, bəzən yox, çox vaxtı valideynlər uşaqlarına baxırlar. Deyirlər, bu uşaqdan da bir şey olmadı, bir işin sahibi, bir iş güc sahibi olmadı. Və o insan qayıdıb deyir ki, əziz valideynlər, sən hansı möhtəşəm işin sahibi olmusan? Sən hansı biznesi qurmusan? Sən nə kəşf eləmisən? Sən hansı işdə uğur qazanıb özünü inkişaf elətdirmisən ki, çevrilib uşağa da deyirsən ki, bundan da bir adam olmadı, bir iş sahibi olmadı. Doğrudan da belədir. Əgər biz özümüzü inkişaf etdirmiriksə, əgər biz özümüz savadlı deyiliksə, əgər biz özümüz nələrisə öyrənmiriksə, uşaq da bizə baxacaq. Və o da öyrənməyəcək. Səhər böyüyəndə deyəcək, mən nə işləyim? Doğrudan da elədir. Və sonra da deyirik ki, iş yoxdur. Amma əziz bacılarım, qardaşlarım, bizi savadlı, bizi ağıllı, bizi hikmətli, bizi qabiliyyətli, bizi müdrik edən başqa bir yol da var. Bu yol Allahın yoludur. Bu Allahın məktəbidir. Bu Rəbbin kəlam və ayələridir. Bu Rəbbin sözləridir. Ola bilər ki, bu sözüm sənin üçün gülməli gəlsin. Ola bilsin, sən mənim bu sözümə güləsən. Çünki, başa düşürəm səni, çünki elə insanlar var ki, Allah yolunda görsənən elə insanlar var ki, çox cahil, çox savadsız, ağılsız
və biliksiz, bacarıqsızdılar. Bəli, belə insanları mən də görmüşəm. Amma problem Allahın sözündə deyil. Problem o insan özündədir ki, o insan Allahın sözünü oxumaq istəmir. O insan Allahın sözünü icra etmək istəmir. O insan Allahın sözünə görə yaşamaq istəmir. Və həm özü uğursuz olur, həm də başqa insanlara pis bir nümunə olur. Müqəddəs kitabda biz Davud Peyğəmbər haqqında eşitmişik və Davud Peyğəmbəri bir çoxumuz tanıyırıq. Və Davud Peyğəmbər həm də padşah olub və Süleyman Peyğəmbərin atası olub. Davud İsraildə padşah olduğu dövrdə İsrail xalqı çox yaxşı yaşayıblar və o xalqı, dövləti inkişaf elətdirib və məşhurluq qazandırıb. Və etdiyi hər bir işdə Davud Peyğəmbər, Davud padşah uğurlu olubdu və atdığı hər bir addımda o həm özü üçün, həm də xalqı üçün uğur əldə edib. Əziz bacılarım, qardaşlarım, biz bilirik ki, Bibliya kitabında, müqəddəs Bibliya kitabında 3 kitab var. Əsas 3 kitab var. Tövrat, Zəbur və İncil. Davud Peyğəmbər Zəbur kitabının müəllifidir. Həmçinin Davud Peyğəmbər, Davud padşah bu 3 kitab, müqəddəs kitablardan biri olan Zəbur kitabını məhz o yazmışdır. Bugün sizə Davud Peyğəmbərin Zəbur kitabından bir neçə ayə oxuyacağam. Və mən vəzimi bu ayələr üzərində hazırlamışam. Və istəyərdim Zəbur 19-cu fəsil 7-dən 11-ci ayəyə kimi bir yerdə oxuyaq. Rəbbin qanunu kamildir, canı təzələyir. Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir. Rəbbin qayda qanunları düzdür, ürəyi sevindirir. Rəbbin əmrləri paçdır, gözləri aydın edir. Rəbb qorxusu safdır, əbədi yaşayır. Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir. Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir. Onlar baldan, şanı balından da şirindir. Bəndən bunlardan nəsihət alar. Ona əməl edənin bol mükafatı var. Amin. Fikir verin, əziz bacılarım, qardaşlarım. Davud Rəbbin sözlərinin dəyəri və gücü barədə danışır. Davudun Rəbbin qanunları haqqında dediyi bu təriflər, bu fikirlər hardansa eşitdiyi sözlər deyil. Və yaxud da kimsə ona bu barədə deməyib. Davud bunları öz həyatında yaşayıb. Davud bunları öz həyatında görüb, ona görə o Allahın sözü haqqında belə bir fikir yazır. Belə bir sözlər işlədir. Söz əslində güclü bir silahdır və güclü bir şəfa vasitəsidir. Biz elə belə baxmayaq. Sadəcə söz deyib keçməyək. Silahdır ona görə ki, söz insanı öldürə bilər. Söz başqasını məhv edə bilər. Biz kiməsə bir söz deyə bilərik, o insan ölə bilər. Və yaxud da bizə bir ağır söz deyə bilərlər, o bizi illərlə incidə bilər. Hətta misal da var, deyir, bıçaq yarası, xəncər yarası tez sağalır, keçir, amma söz yarası keçmir. Və həmçinin də söz güclü bir şəfadır. Sən kiməsə sözlə təsəlli ola bilərsən. Sən kiməsə sözlə şəfa verə bilərsən. Sən kiməsə sözlə sağalda bilərsən, sağlamlıq verə bilərsən. Və deyir, söz var, başqa bir deyim də var. Söz var ki, dağı qaldırar, söz var ki, aşağı salar, dağdan endirir. Fikir verin, söz biz insanları hərəkətə gətirir. Bu yaxınlarda birinə söz vermişəm ki, görüşərik, nəsə edərik və oturmuşam evdə, bu mənə yazdı, zəng elədi ki, bəs biz görüşürük, gəlirsən, dedim gəlim, dedi söz vermişsən ki, gəlməlisən, dedim ki, söz vermişəm, səhv eləmişəm, amma durdum getdim. Əziz bacılarım, qardaşlarım, fikir verin, söz məni
hərəkətə gətirdi. Dedim və durdum, getdim. Ona görə də biz sözün gücünü, təsirini qulaq ardına vurmayaq. Xüsusən Allahın sözünü. Çünki Allahın sözü çox güclü və təsirlidir. Və əziz bacılarım, qardaşlarım, Davud bu ayələrə necə başlayır? Davud öz sözlərini söyləyəndə necə başlayır? Deyir, Rəbbin qanunu kamildir. Rəbbin qanunu kamildir. Yəni, qüsursuzdur, mükəmməldir. Və biz bilirik ki, bu dünyada çoxlu qanunlar, qaydalar var. Və bu qanunlarda boşluqlar və çatışmamazlıqlar var. Və çox qayda qanunlar illərlə dəyişilir, əlavələr olunur, nələrsə oradan silinir, nəsə ora əlavə olunur. Çünki görürlər ki, nəsə çatmır, nəsə artıqdır və yaxud da nəsə işləmir. Ona görə onları dəyişirlər. Amma əziz bacılarım, qardaşlarım, Rəbbin qayda qanunları kamildir. Doğrudur, mükəmməldir, dəyişilmir, çatışmamazlığı yoxdur, artığı yoxdur. Və bu günə kimi çox insanlar, tarixdə çox insanlar, alimlər, tarixçilər, bilikli adamlar istəyiblər ki, buradakı qanunların səhv olduğunu sübut eləsinlər. İstəyiblər ki, buradakı qaydaların işləmədiyini insanlara sübut eləsinlər. Amma bilirsiniz nə baş verib? Onlar peşmançılıqla geri çəkiliblər və bunu sübut edə bilməyiblər. Çünki Davudun dediyi kimi Allahın qayda qanunları kamildir. Çünki bu qanunlar sonra Davud deyir, nə edir? Canı təzələyir, yeniləyir. Təzə bir söz var, yeni bir söz var, güncəlləyir. Təravətləndirir, canlandırır. Bunu nə edir? Bunu Allahın qayda qanunları edir. Əgər sən pis vəziyyətdəsənsə, əgər sən batırsansa, mənəvi olaraq köhnəlirsənsə, o bizdə bir söz var, içdən qocalırsansa və düşünürsən ki, artıq belə yaşamaq səni tez öldürəcək. Və düşünürsənsə ki, bu gedişlə getsənsən, məhv olacaqsan, batacaqsan, sənə Allahın qayda qanunları lazımdır. Başla bu kitabı oxumağa. Başla Allahın sözünü oxumağa. Və başla Allahın sözü ilə yaşamağa, qidalanmağa, nəfəs almağa. Bu söz sənin canını təzələyəcək. Bu qanunlar sənin canını təravətləndirəcək. Başla Bibliya kitabını oxumağa. İnsan həyatını dəyişə biləcək, insan həyatına bütünlüklə təsir edə biləcək kamil qanunlar yer üzündə yoxdur. Ancaq Rəbbin qanunlarıdır. Ancaq Rəbbin sözləridir. Mənim həyatımda güllər var və mən tez-tez o güllərə su verirəm, suluyuram. Və bəzən yadımdan çıxır, unuduram onlara su verməyi. Gedib güllərə baxıram ki, görürəm ki, onun yarpağı bükülüb, rəngi solub, budağı əyilib. Və tez başlayıram onlara su verməyə. Və bir müddət keçir, çox qısa zamanda görürəm ki, yarpaqlar açıldı, rəngi dəyişildi. Və güllər özünə gəlməyə başladılar, canlandılar. Bax, Bibliya kitabı da belədir, səni canlandırır. Əgər həyat səni soldurubsa, əgər həyat səni qurudubsa, əgər həyat səni bükübsə, əgər həyat səni söndürübsə, başla bu müqəddəs kitab oxumağa və onda görəcəksən necə canlanırsan. O qədər toplantıda görmüşəm ki, insanlar ilk dəfə gəliblər, simaları qapqara, rəngi tutqun, boğnuq, üzündə bir kədər, qəm, qüssə, ağır bir yük var, rəngi belə solğun. Və bir müddət o insan gəlib getməyə davam edib, İsa Məsihi qəbul edib, müqəddəs kitabı oxumağa davam edib. İnanın, görmüşəm ki, bir müddətdən sonra o insanın rəngi açıldı. O insanın bənizi dəyişildi. O insanın, o üzündəki o solğun ifadələr yavaş-yavaş
bir sevincə, bir aydınlığa çevrildi. Bunu edən mən deyiləm. Bunu edən biz deyilik. Bunu edən Allahın kəlam və ayəsidir ki, Rəbb o insanı başlayır dəyişməyə. Allahın sözü o insanı başlayır canlandırmağa, diriltməyə. Və sonra Davud nə deyir? Rəbbin öyüdü etibarlıdır. Bəli, Rəbbin sözləri güvənlidir. Sən ona etibar edə bilərsən. Kəlam deyir ki, salih insan heç kimdən əl açıb çörək dilənməyəcək, kömək istəməyəcək. Heç kimdən əl açıb yemək istəməyəcək. Biz bu sözə etibar edirik. Bəli, etibar et Allahın sözünə. Etibar et ki, Allah deyirsə, onu sənin həyatında edəcək. Allah deyirsə ki, səni tərk etməyəcəm, etməyəcək. Allah deyirsə ki, səni darda qoymayacam, qoymayacaq. Çünki bu sözlər, Allahın bu sözləri etibarlıdır. Sən o sözlərə güvənə bilərsən. Hər yer qurusa belə, qıtlıq olsa belə, susuzluq olsa belə, etibar elə Allahın sözünə. Lazım olsa quşlar sənə yemək gətirəcək, lazım olsa qayadan Allah su çıxardacaq. Və bunu edib Allah öz balaları üçün. Sadəcə sən onun sözünə etibar elə. Çünki bu söz, Davud deyir, etibarlıdır. Və sonra nə deyir? Nadanı müdrik edir. Nadan sözünün mənası, sinonimi bilirsiniz hansılardır? Cahil, biliksiz, geridə qalmış, avam və məlumatsız. Bax, bu söz nadan sözü deməkdir. Atalar sözü var idi, ağıllı düşmən nadan dostdan yaxşıdır. Ağıllı düşməndən bir dil tapıb yola gəlmək olar. Nadan dostla, biliksiz, savadsız, cahil, ağılsız dostla heç bir şey etmək olmur. Fikir verin, görün Rəbbin sözü bizə nə vəd verir, əziz bacılarım, qardaşlarım. Rəbbin sözü səni bilikli edir. Rəbbin sözü səni savadlı edir, səni məlumatlı edir. Sən insanlardan geridə qalmırsan, sən avam olmursan, sən cahil olmursan. Bunu Allahın qayda qanunları edir. Yadınızdadır, vəzimin əvvəlində mən bilik haqqında, savad haqqında, kurslar, universitetlər haqqında danışdım. Bax, əsl savadı, əsl biliyi, əsl ağlı verən Allahın qayda qanunlarıdır. Səni məlumatlı bu kitab edə bilər. Sən bil ki, səni bilikli bu kitab edə bilər. Səni qabağa bu kitab apara bilər və sən geridə qalmazsan. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, bu çox ağır sözdür ki, kimsə sənə desin ki, avam və geridə qalmış. Həqiqətən ağır sözdür. Bayaq sözün qüvvəsindən danışdım mən. Kimsə sənə deyəndə ki, bacarıqsız, biliksiz, qabiliyyətsiz, cahil, avam, geridə qalmış. Bu söz həqiqətən ağır sözdür. Və bu söz kimə deyilirsə, həqiqətən o insan pis olur. Amma Allahın sözü, Allahın qayda qanunları bizi belə etmir. Allahın qayda qanunları bizi ağıllı, bizi savadlı, bilikli və bacarıqlı edir. Bilirsiniz, bir dəfə bir insanla uzun bir söhbət edəndən sonra o insan mənə dedi ki, sən mənə bütün suallarıma cavab verdin. Sən bu biliyi, ağlı hardan oxumusan, hardan öyrənmisən? Dedim, Bibliya kitabından. Dedim, mən müqəddəs Bibliya kitabını oxuyuram. Bax, sənə dediyim bu sözlər, bu fikirlər hamısı orada yazılıb. O kitab məni belə edib. Səni də edə bilər. Sənə də bu ağlı, bu biliyi, bu bacarığı, qabiliyyəti verə bilər. Sən də başla o kitabı oxumağa. Bir dəfə də bir insanla söhbət edəndə o mənə siz nə dedi? Dedi, qardaş, sən hansı universiteti qurtarmısan? Dedim, mən Bibliya kitabını oxuyuram. Dedim, mən məsihçiyəm. Dedim, mən imanlıyam. Allah mənə öyrədib. Bu Allahın qaydaları, qanunlarıdır ki, məni belə bilikli edib, məni belə savadlı edib. Avam olma, geridə qalmış olma.
müdrik ol. Davud deyir, Rəbbin qayda qanunları insanı müdrik edir. Müdrik sözünün mənası nədir? Dərin dərrakəli, çox ağıllı, anlayan, dərin düşünən, dərk edən, dünya görmüş. Fikir verin, Allahın sözü sənə bunları vəd edir. Allahın sözü bizi dərin düşünən edir. Allahın sözü bizi dünya görmüş edir. Allahın sözü bizi dərrakəli edir. Hansını istəyirik? Nadan olmaq, avam geridə qalmış olmaq, yoxsa müdrik, hikmətli olmaq? Başla Bibliyanı oxumağa. Başla bu müqəddəs kitabı oxumağa. Və sonra Davud davam edərək deyir, Rəbbin qayda qanunları düzdür, ürəyi sevindirir. Bəli, bu qanunlar düzdür. Bu qanunlar doğrudur. Bu qanunlar həqiqətdir, yalan deyil. Və ürəyi sevindirir. Qəlbi rahatlaşdırır. Sənə təsəlli verir. Oxuyan hər bir insanı sevindirir. Həyəcanlısan, qorxursan, narahatsan, sevincin yoxdur, başla bu kitabı oxumağa. Başla bu qayda qanunları oxumağa. Gör sənin həyatında necə dəyişiklik olacaq. Mənim yadımdadır, mən İsa Məsihə iman etməmişdən qabaq, mən kitab oxumağı sevmirdim, oxuya da bilmirdim. Çünki içimdə bir kədər, bir yük, bir sıxıntı, dərd var idi. Və amma mənə ilk dəfə bu kitabı verdilər və mən başladım bu kitabı oxumağa. Və gördüm ki, mənim içimə bir rahatlıq, bir sakitlik, bir sevinç gəlir. Və mən başa düşmürdüm, bu kitab nədir ki, bu mənə belə təsir edir? Bu kitab nədir ki, bu mənə belə sevinç və rahatlıq verir? Və 25 ildir bu kitabı oxuyuram. Və həmin rahatlığı, həmin sevinci, həmin sakitliyi, həmin təsəllini bu gün də verir. Bunu verən Allahın sözüdür. Depressiyadasansa, çıxılmaz vəziyyətdəsənsə, qəm qüssə səni boğursa, narahatlıq səni üzürsə, başla Allahın sözünü oxumağa. Və görəcəksən, bunu həyatında görəcəksən. Və sonra Davud nə deyir? Deyir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir. Yəni, pak sözü yəni təmizdir, safdır və gözü açır. İnsanın gözünü açır Allahın sözü. Və sənə hər şeyi aydın edir. Sən bilirsən nədir doğru, nədir yanlış, nədir əyri, nədir düz, nədir pis, nədir yaxşı, nədir acı, nədir şirin. Allahın sözü sənin gözünü açır. Sənin gözlərini aydın edir. Səni qaranlıqdan nura, işığa çıxardır. Heç olub ki, qaranlıqda nəsə bir iş görmək istəmirsiniz? Dəfələrlə olub. Hətta işıq tutmuşam belə, görmüşəm yox, yenə də yaxşı görmürəm. Demişəm, qoy qalsın. Gəlin bu işi saxlayaq. Qoy sabah açılsın, gün işıqlansın, biz daha yaxşı bu işi görə bilərik. Allahın sözü də belədir. İnsanı qaranlıqdan işığa çıxardır. Və sən işıqda görürsən ki, nədir düz, nədir əyri. Bəli, bax bu nədən? Allahın sözüdür ki, Davud deyir bunu, insanın gözün aydın edir, insanın gözünü açır. Ona görə, əgər qaranlıqdasansa, əgər görmürsənsə, əgər sənə hər şey və yaxud da çox şey aydın deyilsə, başla bu kitabı oxumağa. Bu sənə hər şeyi aydın eləyəcək. Sənə həqiqəti deyirəm, hər şeyi sənə aydın eləyəcək. Elə bir sualın olmayacaq ki, sən ona cavab tapa bilməyəsən. Bu kitab sənin gözlərini aydın edəcək. Və sonra deyir ki, Rəbb qorxusu safdır, əbədi yaşayır. Bəli, Rəbb qorxusunda saflıq, təmizlik, paklıq var. Və bu qorxu səni bir çox günahlardan xilas edir, döndərir və sənə əbədi həyat verir və sən əbədi yaşayırsan. Allahla əbədi həyatın olur.
Və deyir, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir. Bəli, bu hökmlər, bu qanunlar hamısı düzdür, hamısı haqdır və hamısı ədalətlidir. Deyə bilməzsən, bu ədalətsizdir. Rəbb ədalətsiz qərar verib. Mənim burada belə etməyim düzgün deyil. Xeyr, et həyatında görəcəksən ki, necə Allahın sözü ədalətlidir, safdır və düzgündür. Və Davud deyir ki, onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir. Onlar baldan, şanı balından da şirindir. Bəndən, yəni mən bəndən bunlardan nəsihət alar. Onlara əməl edənin bol mükafatı var. Allah sənə bol mükafat vermək istəyir. Əməl et. Allah səni sevindirmək istəyir. Oxu. Allah səni dəyişdirmək istəyir. Yaşa bu sözlərlə. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, bir hadisəni danışım sonda. Musa Peyğəmbər İsrail xalqını 40 il səhrada onlara hakimlik etdi, onlara qayda qanunlar öyrətdi, onlara Allahın sözünü yazdı, verdi. Və sonra Musa yaşa doldu, qocaldı və öldü. Allah Musanın yerinə Yeşu adlı bir insanı seçdi. Və ona dedi ki, bundan sonra mənim xalqımı sən aparacaqsan. Sən öyrədəcəksən, sən onları yerbəyər eləyəcəksən, sən onlara mənim qayda qanunlarımı öyrədəcəksən. Sanki Allah Yeşunu bir işə götürdü, bir xidmətə çağırdı. Adətən bizi işə götürəndə, hansısa bir yerdə bizə iş verəndə bizdə nə sual yaranır? Qardaş, mənim işim nədən ibarət olacaq? Mən hansı işi görəcəm? Mən nə edəcəm, nəyi öyrədəcəm, nə də işləyəcəm? Bizdə belə sual yaranır, düzdür? Və Yeşuda da bu sual yarandı ki, mən nə edəcəm? Mən necə öyrədəcəm? Mən necə aparacam? Allah bilirsiniz, Yeşua nə dedi? Allah Yeşuya demədi, Yeşu kompüteri öyrən, ingilis dilini öyrən, rus dilini və yaxud da dil öyrən və yaxud da bu ali təhsili al, bu universiteti oxu, bu müəllimin yanında bunu et. Allah müqəddəs kitabda Yeşuya bilirsiniz nə dedi? 1-ci fəsil 8-ci ayədə. Deyir ki, Rəbbin qulu Musanın ölümündən sonra Rəbb Musanın köməkçisi Nun oğlu Yeşuaya belə dedi. Bu qanun kitabının sözləri dilindən düşməsin. Orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan. Amin. Fikir verin, əziz bacılarım, qardaşlarım. Allah Yeşua tək bir söz dedi. Dedi, mənim sözlərim sənin gözünün önündən çəkilməsin. Sənin beynindən, düşüncəndən çıxmasın. O zaman sən hər şeyi biləcəksən. O zaman sən uğurlu olacaqsan. O zaman sən qalib gələcəksən. O zaman sən müvəffəqiyyət qazanacaqsan. Nə zaman ki, mənim sözlərim sənin əlindən, sənin gözündən, sənin beynindən çıxmasın, düşməsin. Əgər biz də həqiqətən uğur qazanmaq istəyiriksə, əgər biz də həqiqətən qüvvətli olmaq istəyiriksə, əgər biz də həqiqətən bilikli, bacarıqlı olmaq istəyiriksə, ən əsası Allahın sözüdür. Qoy Allahın sözü bizim əlimizdən, bizim gözümüzdən, bizim beynimizdən düşməsin. Amin. Amin. Rəbb bu işdə hər birinizə xeyir dua versin. Amin.